Salam, axşamınız xeyir olsun. Mən Fatimə Allahverdiyeva. Müəllimlər, psixoloqlar və digər pedaqoji kadrlar üçün təlimlər təşkil edən Etiqro Centerin rəhbəriyəm. Həmçinin bu axşamki təlimdə moderatorunuz kimi iştirak edəcəm. Bugünkü mövzumuz Identity Diffusion, yəni kimlik parçalanması Z və alfa nəslindədir. Bugünkü spikerimiz psixoloq təlimçi Aysun Aliyarovadır. Təlimimiz rəsmi sertifikatlıdır. Bu sertifikatı siz həm il sonu hesabatlarınızda, həm də CV-nizdə istifadə edə bilərsiniz. Sertifikatı əldə etmək üçün elandakı əlaqə nömrəsinə yazmağınız kifayətdir. Təlim rekord olunur və gün ərzində mərkəzimizin Telegram kanalında paylaşılacaq. Keçid linkini də elə qrupumuzda bölüşəcəm. Sizdən xahişim səsləri bağlı saxlamağınız və təlimin gedişatını bölməməyinizdir. Əlbəttə ki, suallarınız yaranarsa, verməkdən çəkinməyin. Hər birinizə xoş öyrənmələr. Necəsiz? Aysun xanım. Salam, axşamınız xeyir olsun. Təşəkkür edirəm. Siz necəsiz? Mən də yaxşıyam, çox sağ olun. Söz sizdədir. Yaxşı olun. Dəvətiniz üçün minnətdaram. Hər kəsi də salamlayıram. Ümid edirəm ki, burada keçirdiyimiz dəqiqələr məhsuldar olacaq, faydalı olacaq, maraqlı keçəcək. Ona görə də sizdən də aktiv olmağınızı rica eləyəcəm. Mən ümumiyyətlə bütün seminarlarımda, təlimlərimdə çalışıram ki, interaktiv olsun proses. Həm siz sıxılmayasınız, həm də maraqlı məlumatlar əldə edəsiniz, faydalı keçsin proses. Öncəliklə mən özümü təqdim etmək istəyirəm, amma mən təqdim edənə qədər də istəyirəm siz də yazasınız ki, siz kimsiniz? Adınız, yaşınız və bu vebinara qoşulmaqda məqsədiniz nədir? Chat bölməsinə yaza bilərsiniz, hər birini oxuyacağam. Bir də bunu qeyd edim ki, biraz boğazımda nasazlıq var. Yəni ara sıra səsi bağlayıb öskürə bilərəm. Ona görə öncədən üzrlü sayın. Sizin üçün slayd da hazırlamışam. Yəni slaydda bir çox məlumatları qeyd etmişəm, çalışmışam ki, daha qısa yox, daha uzun belə deyək də qeyd edim ki, sizdə ömürlük qalsın və istədiyiniz zaman açıb oxuya biləsiniz. Bu da belə. Yazın, mən oxuyacağam chat bölməsinə və mən özümü təqdim edim. Adım Aysundur, Aysun Aliyarova. Hal-hazırda psixoloq həm də təlimçi kimi fəaliyyət göstərirəm. Hər iki sahədə 4 ildən çoxdur ki, təcrübəm var. Psixoloji seanslar keçirəm. Hal-hazırda ilkin konsultasiyalar ödənişsizdir, ona görə müraciət edə bilərsiniz. Və dediyim kimi müxtəlif təlimlər keçirəm. Universitetlər olsun, gənclər təşkilatları olsun, dayələrə təlimlər keçmişəm bu şəkildə. Ümid edirəm ki, açıqlayıcı oldu. İstəyirəm sizi də tanıyan, düzü chat bölməsinə hələ ki mesaj gəlməyib. Deyəsən özünüzü tanıtmaq istəmirsiniz. Aha, gəldi. Salam, axşamınız xeyir. Mən Aytac Qocalı məktəbdə müəllim olaraq fəaliyyət göstərirəm. Hər yaş qrupundan uşaqlarla işləyirəm deyə şagirdlərimin ümumi psixoloji vəziyyətlərini anlamaq istəyirəm. Çox gözəl Aytac xanım. Mən belə müəllimlər görəndə çox sevinirəm həqiqətən. Çünki bəzən görürəm ki, çox ənənəvi üsulla gedilir. Yəni şagirdlərə daha çox subyekt yox, obyekt kimi yanaşılır hələ də və bəzi müəllimlər təəssüf ki, elə bilir ki, bu şəkildə uşaqlara daha yaxşı tərbiyə və daha yaxşı dərs verə bilərlər. Amma son dönəmlər müşahidələrimə əsasən şagirdlərini anlayan, onlarla həqiqi mənada ünsiyyətdə olan müəllimlər daha uğurlu olur. Hər belə deyək də mənada. Həm dərs cəhətdən, həm də ki, uşaqların öz güvəni, özünə inamı, bunların formalaşmasında da müəllimlərin rolu çox böyükdür. Buna görə də hər zaman müəllimlərimiz düşünürəm ki, belə inkişaf etməyə belə deyək də can atmalıdırlar.
Salam, mən İlahə Şəfiyeva, peşə məktəbindən ingilis dili müəllimi kimi fəaliyyət göstərirəm, ilk ilimdir. Lap yaxşı, İlahə xanım, təşəkkür edirəm qoşulduğunuz üçün. Salam müəlliməm, sizcə introvert xəstəlikdir ki, belə bir fikir var. Artıq suallarınız gəlməyə başlayır. Salam Anar bəy. Xeyr, introvertlik xəstəlik deyil, əksinə şəxsiyyət tipidir. Ümumiyyətlə hər birimizin özümüzə məxsus şəxsiyyəti var. Bu şəxsiyyət zamanla da formalaşa bilir. Bəzən deyirlər ki, genetikdir. Amma daha çox şəxsin formalaşdığı mühit ona təsir göstərir. Onun introvert, ekstravert və yaxud da başqa şəxsiyyət tipləri belə deyək də olması, ambivert tip sonradan çıxdı. Yəni introvert tip daha çox daxilə yönəlik insanlara deyilir. Hansı ki, onlar xaricdən motivasiya almırlar, öz işləri ilə məşğul olaraq, öz ətraflarındakı insanlarla ünsiyyətdə olaraq enerjilərini belə deyək də yığa bilirlər. Daha çox təkliyə önəm verirlər. Ə, Öz yaxınlarının yanında da amma səmimi ola bilirlər. Yəni bu o demək deyil ki, introvertlik sadəcə özünə qapanmaqdır və qaraqabaqlıqdır. Belə, ümid edirəm ki, açıqlayıcı oldum. Başqa kimsə özünü təqdim etmək istəyirmi? Tanımaq istəyirəm sizləri. Aha. Salam, mən Məmmədova Sevinc, ibtidai sinif müəllimiyəm. Aramızda bu gün müəllimlər çoxdur. Uşaqların daxili dünyası daim maraq mərkəzimdədir. Bu səbəblə əlaqəli bu təlimdə iştirakçıyam. Çox gözəl Sevinc xanım. Təşəkkür edirəm qoşulduğunuz üçün. Ümid edirəm ki, hər biriniz üçün faydalı olacaq. Aha. Başqa yazmaq istəyən varmı? Hələ ki yoxdur deyəsən. O zaman mən slaydı paylaşım sizinlə. Biz yavaş-yavaş başlayaq. Əgər ki, hər hansı bir sualınız olarsa, chat bölməsinə mütləq şəkildə bildirin, yazın. Mən imkan olan kimi baxıb cavablayacağam. Aha. İndi mən ekranı bölüşürəm. Hal-hazırda ekran görsənirmi hər kəsdə? Bəli, görünür. Əla. Bugünkü mövzumuz kimlik parçalanmasıdır. Çox maraqlı mövzumuz var. Düşünürəm ki, elə burada daha çox müəllimlər olduğu üçün onlara da özləri qeyd etdiyi kimi faydalı olacaqdır. Qısaca mövzumuzu bu cümlə ilə başlatmaq istəyirəm ki, Z nəsli kimliyini qurmağa çalışır, alfa nəsli isə hələ onu qurmaq üçün psixoloji məkan axtarır. Və burada qeyd etmişəm illəri 1997, 2012-ci il, 2013, 2024, 2025-ci il. Bu da Z və alfa nəslinin belə deyək də il aralıqlarıdır. Və burada da qeyd etdiyim kimi Z və alfa nəsli demək o anlama gəlmir ki, hər kəs belədir, hamı bu cürdür. Sadəcə bu xüsusiyyətlər daha tez-tez görülür və buna görə də belə bir fikirlər yaranır. Ümumiyyətlə, mən kiməm sualını bizim özümüzə hər zaman verməyimiz lazımdır. Bəzən bir-birimizlə danışanda mübahisə əsnasında bildiririk ki, sən kimsən mənə bunu deyirsən? Mən bir çox, yəni mübahisələri məsələn kənardan izləyəndə bunu görmüşəm ki, insanlar deyir bir-birinə sən kimsən?
Sən, necə mənə bunu deyə bilərsən və sair ilə axır. Bəzi insanlar bu, cümləni bu şəkildə algılayır ki, ımm, başa düşmədim, sən niyə mənə deyirsən, sən kimsən? Amma bəziləri də əksinə olaraq, neyniyirlər? Qarşı tərəfə çox sakit bir, reaksiya verirlər, cavab verirlər. Deyirlər ki, mən filankəsəm, məsələn, və yaxud da mənim, məsələn, gördüyüm müşahidələrimdən deyirlər ki, mən heç kiməm. Və çox zaman bu cavabı sanki özünə daha, inamlı insanlar verir. Mən heç kiməm. Bu daha dərin bir mövzudur. Bura ümumiyyətlə daxil olmaq istəmirəm. Çünki bundan danışsaq, bilirəm ki, sizin də daha çox marağınıza səbəb olacaq və, söhbət uzanıb başqa yerlərə gedəcək. Emm, Sual vermək istəyirəm ki, sizə. Sizə görə, kimlik nədir? Burada chat bölməsinə yaza bilərsiniz. Mən oxuyacağam. Salam, mən Nuranə. Atbuda təhsil alıram psixologiya üzrə. Lap yaxşı Nuranə xanım. Salam, axşamınız xeyir. Mənim üçün yeniyetmələrin psixologiyası daha maraqlıdır. Bəzən onların hansı hərəkəti nəyə görə etdiyini anlamaqda çətinlik çəkirəm. 7 ildir onlarla çalışsam da. Hımm, əla. 7 ildir. Uğurlar arzu eləyirəm Aytaç xanım. Yeniyetmə psixologiyasında böhran xüsusi yer tutur. Əlbəttə ki, hər bir yaşın özünə məxsus böhran, dövrləri var, Anar bəy, və bu böhran dövrlərini mütləq şəkildə biz, valideyn olaraq, məsəl üçün, soruşursunuzsa, diqqətlə keçməyimiz lazımdır. Yəni uşaqlara, yeniyetmələrə mütləq şəkildə, sağlam formada yanaşmaq lazımdır. Çünki bunu etməyəndə, daha fərqli bir problemlər üst-üstə gəlməyə başlayır. Aha, kimlik nədir sualına cavabınızı istəyərdim. Mən belə eləyim, görməyim. Imm, Cavabınız yoxdur deyəsən. Mhm. Cavab gəlmədi, o zaman gəlin davam edək. Aktiv olun. Kimlik ümumiyyətlə insanın kim olduğu, nəyə inandığı, nə istədiyi, həyatdakı rol istiqamətləri haqqında daxili davamlılıq hissidir. Bayaq, bu cümləni demək istəyirdim ki, yəni bu, sualı əslində bizim özümüzə, verməyimiz lazımdır, hansı ki, özümüzü dərk edən andan bəri ki, mən həqiqətən kiməm? Çünki insan, bu sualı özünə verə bilməyəndə, qarşı slaydda da bunu qeyd etmişəm ki, başqalarının mənliyini yaşayır. Yəni öz kimliyinin fərqində olmayan başqalarının mənliyini yaşayır və buna görə də hər zaman bir qarışıqlıq içərisində olur. Həyatı dağınıq olur, hətta buna, bu şəkildə də ad verə bilərik. Ona görə özümüzü tanımağımız çox mühümdür. Özümüzü tanımaq deyəndə öz dəyərlərimizi tanımağımız lazımdır. Zəif, güclü tərəflərimiz hansılardır, bunu bilməyimiz lazımdır. Bunu niyə bilməliyik? Çünki hansı işdə daha uğurlu ola bilərik, hansı sferada daha zəifik, amma onu artıra bilərik ki, çox yaxşı yerlərə gələk. Müxtəlif cəhətlərdən, yəni mübahisə anında olsun, krizis anında olsun, əgər özümüzü tanımasaq, necə idarə eləyəcəyik o anı? Necə idarə edəcəyik, həll edəcəyik o problemi? Onun üçün dediyim kimi özünü tanımaq, mühümdür, amma bu birdən-birə olan bir proses də deyil, zamanla olur. Birdən-birə, hə, mən özümü tanıdım, artıq, hər şeyi bilirəm, hər şey məndə əladır. Eee, Yəni ümumiyyətlə kim bunu deyirsə, inanmayın. Çox zaman mən sual verirəm ki, bəzən, bəzi insanlara ki, özünüzü nə qədər tanıyırsınız? Onlar deyir ki, 90%, 100%. Başlayıram onlara suallar verməyə və görürəm ki, çox, primitiv sualları belə özləri haqqında
bilmirlər və sonra etiraf eləyirlər ki, hə, əslində mən özümü tanımırmışam. Ona görə özünü tanımaq üçün müəyyən bir zaman dilimi lazımdır bizə və biz şüurlu olaraq, fərqində olaraq bu yola çıxmalıyıq ki, mən həqiqətən də özümü tanımaq və inkişaf elətdirmək istəyirəm. Yəni şəxsi inkişaf yolumuzda buna mütləq şəkildə diqqət etməyimiz lazımdır. Və kimliyimiz də, adından da məlum olduğu kimi bizim məhz kim, olduğumuzdur. Bugünkü mövzumuz kimlik parçalanmasıdır. Yaxşı, gəlin baxaq görək kimlik parçalanması nədir? Kimlik anlayışının sabit formalaşa bilməməsi, mən anlayışının situasiyaya görə dəyişməsi və daxili özəyin zəif olması kimlik parçalanmasıdır. Eee, Burada, kimliyin parçalanması, eee bizə müəyyən bir siqnallar verir. Hansı ki, hal-hazırda, mühit olaraq belə deyək də, qarşımıza çıxan, məsələlərdir və yaxud da ən başlıcası böyüdüyümüz ortamdır, mühitdir. Bunlara çox diqqət etmək lazımdır. Təbii ki, bir uşaq olarkən biz buna diqqət edə bilmirik. Bu artıq, valideynlərin üzərinə düşür ki, uşağın ortamı, eee hansı şəkildə olmalıdır, ailə ortamı necə olmalıdır ki, sağlam şəkildə bu uşaq böyüyəndə öz kimliyini tanıya bilsin, özünü tanıya bilsin. Ona sən kimsən deyəndə o aydın şəkildə özünü ifadə eləyə bilsin. Sağlam halda necə olur? Gəlin, biraz da buna nəzər yetirək. Stabil özünə dəyər var burada. Yəni sağlam hal budur. Bu nə deməkdir? Mən bəyənilməsəm də, tənqid olunsam da kimsə məni pisləyə bilər, kimsə məni sevməyə bilər, amma mən özüm özümə görə dəyərliyəm. Bəzən valideynlərin, və yaxud da müəllimlərin, burda müəllimlər çoxdur, etdiyi ən böyük yanlışlardan, biri də bu olur ki, uşağa, şəxsiyyət kimi birincisi yanaşılmır və, sanki uşaq İkinci də budur ki, sanki uşaq mütləq şəkildə uğurlu olmalıdır, mütləq şəkildə dərslərini əla oxumalıdır, heç bir səhv etməməlidir, sakit dayanmalıdır, ancaq bu şəkildə oturmalıdır. Eee Və uşaqlıqlarını sanki belə deyək də, yaşamağa qoymur bəzi valideynlər uşaqların, və deyirlər ki, uşaqdır, amma hər şeyi başa düşməlidir, hər şeyi anlamalıdır. Amma burada əsas məqam budur ki, sən bir valideyn olaraq, sən bir müəllim olaraq uşağa nələri öyrədirsən, nələri aşılayırsan. Ümumiyyətlə 0-7 yaş aralığı insan üçün, belə deyək də, çox mühüm bir vaxtdır, bir prosesdir ki, orda müxtəlif inanclar formalaşır, orda müxtəlif, əmm, düşüncələr formalaşır. Həm dünya haqqında, həm insanın özü haqqında və bu gələcək münasibətlərinə təsir göstərir şəxsin gələcək həyatına, iş, seçiminə, özünü necə aparmasına, özünə nə qədər dəyər verməsinə, inanmasına, güvənməsinə və sair. Ona görə də bu yaş diliminə ümumiyyətlə, ilk növbədə fikir vermək lazımdır ki, digər yaş dönəmlərindəki böhranlar da daha tez atlatıla bilsin, daha sağlam şəkildə atlatıla bilsin. Bayaq böhran haqqında Anar bəy sual vermişdi. Yəni, birinci növbədə, biz bu mesajı ötürməməliyik uşağa ki, sən sadəcə yaxşı oxuduğun üçün dəyərlisən, sən uğur qazandığın üçün dəyərlisən. Xeyr, ona bu cümlə, kifayətdir. Müəllimlər və valideynlər tərəfindən deyilməsi. Sən var olduğun üçün önəmlisən, dəyərlisən. Bu şəkildə uşaq özünə güvəni zamanla qazana bilir. Təbii ki, tək bu yox, başqa məsələlər də var burda. Amma burda, yəni özünə dəyərdən söhbət gedəndə istədim bunu vurğulayım mütləq şəkildə. Daha sonra emosional, tənzimləmə. Qarışıram, amma dağılmıram. Yəni, yıxıla bilərik insan olaraq. Elə ola bilər ki, qaça bilərik, elə ola bilər ki, dağıla bilərik. Elə ola bilər ki, özümüzdən şübhə edə bilərik, yorula bilərik, tükənə bilərik.
çox yaxşı ola bilərik. Yəni bu həyatın, belə deyək də, normal bir prosesidir. Burada dərk etməli olduğumuz şey budur ki, bu təbiidir. Qeyd etdiyim kimi qarışa bilərəm, amma bu mənim özümə dayan deməyim, yəni, inkişaf prosesində nəzərdə tuturam anlamına gəlmir. Daha sonra daxili müşahidə. Bu düşünürəm ki, ən mühüm məsələlərdən biridir. Hal-hazırda ümumiyyətlə insanlarda çox azdır daxili müşahidə. Bu, yəni bütün nəsillərə aid bir şeydir, hesab eləyirəm ki, təbii ki, hər kəsə aid deyil, başda da qeyd etdiyim kimi. Amma insanlarla işləyəndə daxili müşahidələrin az olduğunu görürəm. Yəni, necə hiss eləyirəm? Niyə bu cür hiss eləyirəm? Niyə bu şəkildə hiss eləyirəm? Sualını insanlar özlərinə vermirlər. Bu da əslində özünü tanımağın bir yoludur. Məsələn, hal-hazırda həyəcanlıyam. Niyə həyəcanlı hiss eləyirəm? Ona görə ki, yolda X bir hadisə gördüm. Aha, niyə bu mənə belə təsir elədi? Hə, əslində mən əvvəl də bu hadisə ilə qarşılaşanda belə hiss eləmişdim. Yəni özünü sorğulama prosesi. Bu çox mühümdür və o özümüzdə formalaşdıra biləcəyimiz bir bacarıqdır. Və ən əsas məqamlardan biri də yenə də dəyərlər mövzusudur. Dəyərlər deyəndə bunu, hər kəs fərqli mənada başa düşür. Mən buna belə bir tərif verərəm ki, dəyərlər məsələsinə insanın həyatında, verdiyi qərarlar, önəmli qərarlar və nə cür yaşaması, onun dəyərləridir. Yəni əgər bir insanın dürüstlük dəyəri varsa, bir insanın, eee, sadiqlik dəyəri varsa, bu adama siz nə etsəniz də, bu adam bu dəyərlərindən vaz keçməyəcəkdir. Məhz dəyərlərimiz də dediyim kimi bizi biz eləyən və bizi həyatda yaşayan məqamdır. Ona görə özümüzü tanımağımız üçün əslində dəyərlərimizi də bilməyimiz lazımdır. Baxın burda suallarımız varmı? Chat bölməsinə. Eee, özünü tanımaq, özünü dərk. Səhv etməkdən qorxmayın, bunu öyrətmək lazımdır uşağa. Bəli, bundan da danışacağıq eynilə Anar bəy. Səhv, etmək ümumiyyətlə, çox, ımm yanlış hərəkət kimi görülür, amma əslində məhz normal prosesdə bu cür olmalıdır ki, biz səhv edə-edə öyrənməyimiz lazımdır. Düzdür, başqalarının təcrübələrindən də öyrənməyimiz lazımdır. Amma özümüz edəndə daha, sağlam, şəkildə həyata davam eləyə bilirik. Və bu strukturlar əgər, şəxsdə varsa, şəxs müəyyən bir sınaqlar keçirir, dəyişir, yanılır, amma nəticə olaraq özünü itirmir. Amma, Z və alfa nəslində nə baş verir? Bu nəsillərdə kimlik axtarışı olur, amma emosiyalar tez daşır. Yəni çox səbirsiz lik ümumiyyətlə yaranıb son dönəmlərdə, və hətta sosial medialarda da özünüzdə də fikir versəniz, uzun videolar, uzun danışıqlar, bunları artıq insanlar qəbul eləyə bilmirlər. Və xüsusilə də bu Z və alfa nəslində belədir. Ona görə də daha qısa videolar, daha, qısa, belə deyək də, danışıqlar insanların diqqətini daha çox cəlb eləyir. Məsələn, əgər ki, aranızda sosial media işlədənlər varsa, onlar da bilir ki, ilk öncə video çəkirsə adam məsələn, qarmaq cümlədən istifadə eləməlidir ki, bu videoya, insanlar, baxsın sona qədər. Əgər ki, qarmaq cümlə yoxdursa, danışıq həddindən artıq uzundursa, həddindən artıq demək, hətta 1 dəqiqə deyək, nə baş verir? İnsanların diqqəti başqa yerlərə
dağılmağa başlayır və yenə də bu şəkildə bir, belə deyək də, çevirmələr, gedir. Daha sonra, daxili sükut yoxdur. Bu halda daxili sükutun olmaması çox normaldır. Hal-hazırda hər birimiz demək olar ki, qaça-qaç, belə deyək də, vaxtı zamanında yaşayırıq və, daxili sükutun da, olmaması məhz, burdan da həm də qaynaqlanır. Həmçinin özünə dəyər xarici təsdiqdən, asılıdır. Z və alfa nəslində xüsusilə. Eee, Normalda motivasiyanı biz daha yaxşı olar ki, daxildən alaq, bu şəkildə həvəslənək və, hər hansı bir məqsədlər yaradıb onlara doğru addımlayaq. Eee, amma, dediyim kimi, burada daha çox xarici, bu nəsillərdə daha çox xarici təsdiq və xarici motivasiya üstün olur. Yəni, məsələn, uşağın atası deyir ki, universitetə girsən sənə maşın alacam. Təbii ki, xarici motivasiyanın olması da çox yaxşıdır. Amma həddindən artıq xarici motivasiyaya fokuslananda biz öz, gücümüzün fərqində ola bilmirik, daxilimizin fərqində ola bilmirik və həqiqətən də nələr bacara bilərik, bunun fərqində ola bilmirik. Bura qədər bir sualınız varmı? Baxın. Dəyər anlayışını necə formalaşdıraq? Doğru olan dəyəri tapmalarına necə kömək eləmək olar? Əla sualdır Sevinc xanım. Ümumiyyətlə, bu insanın, zamanla dediyim kimi öyrənə biləcəyi və özündə formalaşdıracağı bir şeydir. Hansı ki, insan müxtəlif, problemlərlə qarşılaşır və nəticə olaraq qərar verir ki, okay, mən bu seçimi elədim. Eee Deməli, mənim dəyərim sən demə buymuş. Məsələn, tutaq ki, bir case üzərindən götürək. Eee, Sizin bir şagird, 2 şagirdiniz var və bu şagirdlərdən biri böyük bir yanlış eləyib. O digər şagirdə, dostuna bildirir ki, bunu heç kimə demə. Yoxsa məni, məsələn, valideynlərim ya da ki, müəllimə çox pis danlayar, mənim başıma bu işlər gələr. Digər şagird, əgər ki, ımm dostluq dəyərinə önəm verirsə, yəni onun belə deyək də, anlayışı bu şəkildədirsə, mən, dostumu ayağa verməyim. Onun tərəfini tutum, onun arxasında dayanım, səhv də olsa, düz də olsa. Deməli, bu uşağın dostluq dəyəri daha yüksəkdir. Amma o uşaq deyirsə ki, yox, bu sənin zərərinədir, mən bunun fərqindəyəm və həmçinin də onun dürüstlük dəyəri varsa, nə baş verir? O uyğun bir şəkildə, məsələn, sizə gəlir bildirir ki, filankəs belə bir, hərəkət etdi. Yəni bunu uşaqlara bu şəkildə, izah etmək lazımdır ki, dəyər anlayışını, bu sizin həyatda seçimlərinizdir. Və seçimlərinizi elə, formada eləməyiniz lazımdır ki, sonradan bir peşmançılıq çəkməyəsiniz. Çünki, ola bilər ki, məsələn, bu кейsin üzərindən getsək, eee, yanlış, yanlış, denəmi, dostluq, belə deyək də, dəyərini, üstün tutsun həmin şagirdiniz. Amma sonradan peşman olsun ki, yox, gərək deyərdim, çünki, eee, səhv elədim. Məsələn, yalan danışdım. İzah eləyə bildim. Bu şəkildə. Yəni dəyər anlayışını bu şəkildə izah edə bilərsiniz ki, siz yaşadıqca və özünüzü müşahidə etdikcə bu formalaşacaq. Və belə bir praktiki tapşırıq edə bilərsiniz ki, məsələn, onlara tapşırıq verə bilərsiniz ki, son bir ildə nələr yaşamısınız, hansı ki, elə situasiyalar yaşamısınız ki, bir neçə seçim arasında qalmısınız və o an necə davranmısınız, nə etmisiniz, nəyi seçmisiniz? Bu şəkildə, onların dəyərlərini tapmasına kömək eləyə bilərsiniz. Mən də hər şeyə 2x baxıram, səbirsizəm. Bəli, günümüzün, reallığı budur, Aytaç xanım. Siz deməsəniz ki, çox inkişaf etdi. Çox sağ ol. Aha, davam edək.
Dediyim kimi, Z və alfa nəslində baş verən, məsələlər bunlardır və burada, Erik Eriksondan da nümunə qoymuşam ki, yeniyetməlik və, gənclik illərində normalda insanlar bayaq dediyim kimi sınayırlar, yanılırlar, daha sonra seçirlər və sonra stabil kimlik qururlar. Yəni sağlam əslində gedişat budur. Amma Z və alfa nəslində, fərq budur ki, onlara sınaq prosesi çox sıxıcı gəlir. Ona görə də səthi keçirlər buna. Yəni deyirlər ki, nə olar olar. İzah eləyə bildim və bayaq da dediyim kimi seçimlər daha çox daxildən yox, xaricdən gəlir. Yəni, xaricdən, mükafat alım, xaricdən motivasiya alım, həvəs alım, və, belə deyim də, təsdiq alım. Ən önəmli məqamlardan biri. Hal-hazırda, eee, bu nəsillərin özünü təsdiq etmə ehtiyacı çox, güclüdür xaricdən. Əslində buna bir çox səbəblər də var. Yenə də gəlirik ortama, mühitə. Yəni əgər ki, ailədə uşaq daimi olaraq müqayisə olunursa ki, filankəsin uşağı səndən daha yaxşıdır, filankəsin uşağı 5 aldı, amma sən 4 aldın, təbii olaraq uşaq kənara fokuslanır, yəni xaricə fokuslanır, və özünü yetərsiz, yararsız biri kimi, zamanla hiss eləyir. Rəqəmsal, parçalanma, məsələsindən də danışmaq istəyirəm biraz. Z nəsli, ümumiyyətlə Instagramda başqa bir məndə olur, müxtəlif sosial medialar var. Hal-hazırda daha çox, Instagram və TikTokdan istifadə edir bu nəsillər. Facebook biraz daha əvvəlki nəsillərin istifadə etdiyi platformadır. Həmçinin LinkedIn özü işvari bir, platformadır. Daha çox yəni TikTokdur və Instagramdır ki, başqa mənlər ortaya çıxır. Ailədə başqa bir mən olur, münasibətlərdə başqa mən olur. Təbii ki, insan sosial varlıqdır və müxtəlif rolları olur. Amma bu rollar sağlam formada olurmu, yoxsa qeyri-sağlam formada olur? Biz burda, mənim yəni burda diqqətə çatdırmaq istədiyim, məqam budur ki, daha qeyri-sağlam formada, özlərini göstərirlər. Siz nə düşünürsünüz bu haqda? Müəllimlərimizdən istəyərdim ki, soruşum ki, şagirdlərinizdə, nələri müşahidə edirsiniz, son dönəmlər? Hansı ki, davranışlarında sosial mediadan, istifadə etmə formaları necədir? İstəyərdim ki, bölüşəsiz fikirlərinizi. Mənə də düzü maraqlıdır. Siz, bölüşün. İstəyirsinizsə səsli də danışa bilərsiniz. Yəni kim istəyirsə səsini açıb fikrini bildirə bilər. Deyəsən fikir yoxdur. Tamam, o zaman siz, aha, gəldi. Ünsiyyətlərində sosial mediada eşitdikləri zarafatı edirlər. Bəli, çox yayılıb, İlahə xanım. İlahə xanım, sizcə bu, ımm, nə qədər, onların inkişafına zərər, vuran bir şeydir? Ümumiyyətlə zərər vururmu sizcə bunu, etməkləri, bir-birlərinə qarşı? Yəni hansı fəsadları ola bilər? Nə düşünürsüz bu haqda? Yoxsa deyirsiz ki, nə əlaqə, heç bir fəsadı deyil, yəni yoxdur. Tələbələrim sosialda çox aktivdirlər, olmayan bir şeyi var etməyə çalışırlar. Daha varlı görünməyə, daha diqqət çəkməyə çalışırlar. Bəli, çox doğru vurğuladınız. Zəngin görsənmək və yaxud da özünü müqayisə etmək, ki, o belədir, mən niyə belə deyiləm? İnteraktiv metodlarla işləsəm maraqlı olur.
Əlbəttə ki, müəllimlərinizə tövsiyəm budur ki, çalışın, şagirdlərinizlə, hər zaman, interaktiv, metodlarla işləyəsiniz. Yəni sadəcə mən danışım, onlar qulaq assın yox, onları da, cütlərlə iş, qrupla iş, bunlara Imm, belə deyim, ımm, gətirməyə çalışın. Çünki bu onlarda həm komanda, eee, ilə işləmək, həm özlərini tanımaq, həm ünsiyyət bacarıqlarının artırılması, bu kimi bacarıqları artıran bir şeylərdir. Həm də öyrənmə metodları daha, fərqli olacaq, dərsdən sıxılmayacaqlar. Düşünürəm ki, nəsilləri bu formaya salan elə onları yetişdirən, böyüdən nəsillərdir. Uşaqları tərbiyə edənlər özlərini necə inkişaf elətdirsinlər. Sevinc xanım, əslində inkişaf hər kəsə lazımdır. Düzdür, biz burada sadəcə Z və alfa nəslindən danışırıq, amma mən fikir verirsinizsə ümumilikdə çalışıram ki, məsələyə daxil olum. İnkişaf yoxdursa, yəni orda heç kim, sağlam bir şeylərdən, bəhs eləyə bilməz. Eee, Özlərini necə inkişaf elətdirsinlər, çox yollar var. Məsələn, hal-hazırda bu webinar ödənişsizdir. Bu webinara qoşula bilərdilər. Suallar verə bilərdilər, öyrənmək istəyə bilərdilər. Hal-hazırda bir çox yerlərdən, çox asanlıqla məlumatlar tapmaq olur, məqalələr tapmaq olur. Onları oxuya bilərlər. Emm, Müxtəlif kitablar oxuya bilərlər. Yəni inkişaf üçün çox, eee, yerlər var, çox imkanlar var. Əsas olan odur ki, insan bunu istəyirmi? Məsələn, alfanı böyüdən Z nəslinə məsləhətiniz nədir? Hı. Sizin məsləhətiniz nədir? Öncəliklə bunu öyrənmək istəyərəm. Məncə uşaqlar göstərici yaşamağa meyillidir. Mhm. Bu nədən irəli gəlir, sizcə, Anar bəy? Yeniyetmələrdə qruplaşma çox olur. Onları parçalamaq üçün araşdırmalar verirəm. Küs olanları bir araya gətirirəm. Bunun fəsadı ola bilər. Bəs necə davranırlar Aytaç xanım? Necə, müşahidə edirsiz onları? Sizcə faydası olur, yoxsa yox? Sosial mediada viral olan insanlar çox zaman bayağı videolarla qarşımıza çıxırlar. Şagirdlər onları yamsılır və onlarla beyinlərini doldururlar. Bayağı belə olmayan videolar, kontentlər beyni yükləyir. Bəli, həm beyni yükləyir, həm, siz dediyiniz, kimi bir-birlərinə qarşı zarafatlar eləyirlər və bunun, fəsadları ola bilər. Yəni kimsə bu zarafatı götürməyə bilər. Məsəl üçün, qarşı tərəf əsəbləşə bilər, özündən çıxa bilər, başqa hərəkətlər eləyə bilər, fəsadlar törədə bilər, xüsusilə də yeniyetməlik yaşı dövründə. Həmçinin cavab verməyə bilər, amma, m belə deyək, pərt ola bilər, öz güvəni qırıla bilər, özünə inamı azala bilər. Biz öz mentalımızı düzəltməsək kollektivi idarə edə bilmərik. Əlbəttə ki, öz psixoloji, psixi sağlamlığımız yerində deyilsə, biz ümumiyyətlə heç kimə yaxşı gələ bilmərik. Nəinki kollektivə, nəinki şagirdlərə, həyatınızda olan və olmayan heç bir şeyə, dünyaya. Ona görə ən birinci öz mentalımız, öz psixi sağlamlığımız, psixoloji sağlamlığımız, eee, üzərində işləməyimiz lazımdır. Nümunə olmaq məncə. Bəli, qatılıram sizə Sevinc xanım. Çünki, uşaqlar əslində nə görürlərsə onu götürürlər. İlkin yaşlardan etibarən, eee, bu məsələləri uşaqlarda, ımm, formalaşdırmaq lazımdır. Çünki sonra gec ola bilər.
Valideynlərinin gizlicə TikTok səhifəsi açıb işlədən bir yeniyetməyə nə deyərdiniz? Bir psixoloq olaraq bu haqda valideynə xəbər edərdiniz? Mehriban xanım, siz müəlliməsiz. Yəni, sizin şagirdinizdirmi bu yeniyetmə, onu bilmək istəyirəm. Əgər belədirsə, üzr istəyirəm. Öncəliklə, valideynə xəbər etməzdən, yəni əvvəl çox yaxşı olar ki, neyləyəsiz, yeniyetmənin özü ilə danışasız və TikTok Salam, hər səhifəsini. vaxtınız xeyir Aysun xanım. Mehriban xanım da sizlə danışan. Salam, Mən salam. psixopedaqoqam. Hı hı. Universiteti Türkiyədə bitirmişəm və Azərbaycanda indi mənə maraqlıdır psixoloqların təlimləri. O yüzden bu təlimə də qoşulmaq qismət oldu. Təşəkkür edirəm sizə. Buyurun. Yəni mən təxmini bilirəm. Yəni sadəcə mən xaricdə təhsilimi aldığıma görə Azərbaycanın təhsili ilə buranın təhsili arasında çox fərq var. Bəli, Yəni mən hal-hazırda beynimdə hər iki təhsilin ortaq məxrəcini tapmaq istəyirəm. O yüzden mənə anlayıram. sizin fikriniz də maraqlıdır ki, görək, yəni siz bu tərzə necə yanaşardınız? Fikirlərimiz üst-üstə mi düşəcək, yoxsa əks olacaq? O yüzden bu sualı sizə sordum, yəni sual verdim o yüzden. Çox təşəkkür eləyirəm. O zaman mən fikrimi deyəndən sonra sizin də fikriniz mənə önəmlidir, maraqlıdır ki, Tamam, siz necə tamam, düşünürsünüz? olur. Öncəliklə, demək istəyirəm ki, Mehriban xanım, baxın, bu, yeniyetmə, TikTokda, nələr paylaşır, nələr izləyir, buna baxmağınız yaxşı olar. Yəni valideynə xəbər etmədən öncə bu uşaq sizin yeniyetmə, sizin şagirdinizdirsə, bunu etməyiniz yaxşı olar. Yəni onunla söhbət etmək, onunla daha yaxından əlaqə qurmaq. Eee, Bəlkə məsələn çox yaxşı istifadə eləyir TikTok. Çünki TikToka, girmək, sadəcə yəni orda zarafatçıl şeylər ya da ki, pis mənfi, belə deyək də, kontentlər, olduğu anlamına gəlmir. Çox faydalı, videolar da var, səyahətlə bağlı olsun, nə bilim, ümumiyyətlə də müxtəlif mövzularda özünüz də bilirsiniz böyük ehtimal. Hı hı. Ona görə buna, baxmaq lazımdır. Çünki sizin, birbaşa valideynə xəbər etməyiniz onda güvən qırılmasına gətirib çıxarda bilər, və xüsusilə də məsələn o sizlə bunu bölüşübsə və yaxud ümumiyyətlə bölüşməyibsə, fərqi yoxdur. Zamanla içində sizə qarşı bir inciklik, yarana bilər və bu daha çox arta bilər. Ona görə birinci tövsiyə eləyərəm ki, özünlə danışasınız, daha yaxşı tanıyasınız. Əgər ki, artıq, siz görürsünüzsə ki, TikToku daha, mənfi, belə deyək də, yöndə, istifadə edirsə bu yeniyetmə, onda yenə də özünüz bir danışıq aparıb, ona, bu məsələni izah edib, bunun daha, yanlış olduğunu izah edib, amma daha belə incə bir şəkildə də, yəni sən bunu eləməməlisən kimisindən yox, sadəcə onu o şəkildə istifadə etməyinin zərərlərini ona izah edib, əksinə TikTokdan daha faydalı şeylər üçün də istifadə eləyə bilər. Bu onun şəxsi inkişafına səbəb ola bilər, hansı məsələn danışa bilərsiniz, deyə bilərsiniz ki, bunları izləsən, bunu tövsiyə edirəm, buna baxsan daha yaxşı olar, dünya görüşün artar. Bir sözlə faydalarını desəniz, və, biraz da sonra müşahidə etsəniz bu prosesdən sonra, o halda əgər ki, bir dəyişiklik yoxdursa, valideynə xəbər etməyiniz lazımdır. Yəni, kritik bir vəziyyət varsa. İzah eləyə bildim, Tamam. ümid eləyirəm ki. Təşəkkür edirəm Buyurun. fikrinizə görə. Belə deyim, əslində mən, yəni aldığım eğitimə görə, yəni bizdə belədir, yeniyetmə ilə ilk öncə tanış olmadan öncə o xəritə çəkilirdi. Bilmirəm Azərbaycanda elədir yoxsa yox. Hı hı. Həmin o yeniyetmənin xəritəsi çəkilir. Kaşkilərim, arzularım və gələcəyim. Bizə Hı hocalar hı. belə öyrədir. O və mən ona vaxt verirəm. Gələn seansa qədər sən bunları yaz. O Hı mənim hı. üçün onların hamısını yazır. Mənim əlimdə sanki açılmış kartlar olur.
və mən Hı ona -hı. daha gözəl giriş etmiş oluram. Kəşkiləri, məsələn, məyus olduqları, arzuları nail olduqları və gələcəyə doğru, məsələn, mən istəyirəm tələbə olum və yaxud maşınım olsun, evim olsun, bax belə bir şey. Kəşkilərində orada baxdım ki, ata sarsılması var. Ata Hı ilə -hı. qız uşağıdır. Ata ilə əlaqəsi çox necə deyim də, yəni hətta deyim ki, yazıb ki, kəşke mənim atam olmazdı, kəşke anamın seçimi məhz o kişi olmazdı. Yəni təsəvvür eləyin bu dərəcədə. Və biz ondan işləyirik bu üzrə. Ona görə ki, bilirəm ki, qız uşaqlarının, əsasən qız uşaqlarının Freydin də söylədiyi kimi, ataları ilə bağı daha sıx olur. Hətta qızlar gələcəkdə ailə qurduqda belə nə qədər qaçsalar da, məhz atalarına oxşar bir fiqurla ailə qururlar. O zehin olaraq bilinc altında olur. Bunu Bəli, bilirəm. Oğlan uşaqları isə anaya, elektra deyirlər buna. Azərbaycanca bilmirəm, bəli. yəni biz belə keçmişik. Hə, İndi yəni biz çalışıram işləməyə və çox zehinli qızdır. Sadəcə olaraq paylaşım belə deyim də, gənclər indi nəyi paylaşır? Bir gözünü çəkdi, paylaşdı. Hı Ayaqqabısını -hı. aşağıdan yuxarı çəkdi, paylaşdı. Nə bilim hər hansı bir oğlan profilin rəsmində nə bilim bir şey. Yəni belə də gənclərin bilirsiniz, yəni paylaşdığı belə şeylərdir. Anasına xəbər verməmişəm, verə də bilmərəm. Biz məsləyimizdə bizim hocamız demişdi ki, bir avokatlar, bir də psixoloqlar iş bitsə belə, seans bitsə belə, yəni onun məsləyinə ziddir. O sirri açmaq. Gizlilik Nə vaxtsa. qorunmalıdır, bəli. Bəli, onu mən bilirəm. O yüzdən mən anasına belə deyə bilmərəm. Amma anası mənə güvənib göndərib ki, dərslərini Hı oxusun. -hı. 10-cu sinifdə oxuyur, Hı -hı. dərslərinə yönəlsin. Amma bax TikTokda da belə təzə açıb, baxıram vaxt orada çox gedir. Yəni Hı -hı. bax belə şey var. Ona görə dedim bir ağıl ağıldan üstün olur da. Dedim bir Hı. sizin də fikrinizi alım. Üzrlü sayın vaxtınızı da aldım. Buyurun, buyurun, xoşdur. Yəni Mehriban xanım, öncəliklə bunu deyim ki, yəni bildirdiniz ki, vaxtı görürəm, müşahidə edirəm ki, çox gedir. Bunu onunla danışmağa çalışın birinci. Yəni ona nə fayda verir? Ayağını paylaşmaq, gözünü paylaşmaq. Tamam, yəni paylaşa bilər. Amma başqa nələrə baxır? Başqa orda hansı kontentləri izləyir? Bu ona nə qazandırır? Əgər ona nəsə qazandırmırsa dəyərmi orda zamanı bu qədər xərcləməyə? Biraz bu haqda da danışa bilərsiniz deyə düşünürəm. Tamam, qeydə alacağam. Təşəkkür edirəm bir daha. Buyurun, mən də təşəkkür edirəm. Başda qəbul etmirlər, fərqli qrupu sonra yüksək qiymət almaq üçün professional yanaşırlar. Mhm. Hə, Aytaç xanım, sualınızı xatırlamağa çalışırdım. Bu, qəbul etməmə, edilməmə bir çox siniflərdə ola bilir, bir çox qruplarda ola bilir. Sizin müəllim olaraq burada edəcəyiniz işlərdən biri də bu ayrı-seçkiliyin qarşısını almaqdır. Bununla bağlı bir dərsinizi ayırıb, məsələn, role play həyata keçirə bilərsiniz və yaxud da role play həm də maarifləndirmə apara bilərsiniz. Yəni qarşı tərəf əslində nə hiss edir həqiqətən o ayrı-seçkiliyə məruz qalanda. Onlara yəni daha çox görsəl olaraq sadəcə danışmaqla yox, həm danışmaq, həm də eee, görsəl olaraq bir şeyləri izah etsəniz, düşünürəm ki, azala bilər bu ayrı-seçkiliklər. İnformasiya artıq vaxt qısaldı. Bəli, informasiya həddən artıq çoxalıb. Depressiya ziyalı xəstəlikdir, razısınız. Ziyalı xəstəliyidir. İlk dəfə də eşidirəm Anar bəy. Yox, yəni depressiya psixoloji bir narahatlıqdır və həqiqətən də
ağır bir prosesdir. Bəzən özümüzü müəyyən bir müddət kədərli hiss eləyəndə və yaxud da bir neçə saatlıq kədərli hiss eləyəndə deyirik ki, depressiyadayıq, amma əslində bu depressiya deyil. Depressiya daha fərqli bir şeydir. Dərs normal qurulmalıdır. Məsələn, testə köçürmə olmamalıdır. Bu sualtı şagirdi saxtakarlığı ötürür. Hı -hı. Mən hər zaman tələbələrimə deyirəm ki, seçimlərinə hörmət göstərirəm, lakin bu kimi fəsadların mənfi təsirləri ola bilər. Bu haqda da düşünməlisən. Hı -hı. Bəli, mütləq şəkildə əgər orada bir fəsad görürüksə, bunu izah eləməyimiz lazımdır, çünki onlar başa düşməyə bilərlər. Təşəkkür edirəm aktiv iştirakınız üçün. Gələk mövzumuza. Eee, Sosial müqayisə. Bayaq kimsə yazmışdı ki, zənginlik axtarışındadılar və yaxud da özlərini zəngin göstərmək istəyirlər. Bəli, daim daha uğurlu, daha gözəl, daha zəngin, obrazlar yaratmaq istəyirlər özlərində, və bu da irəli gəlir yetərli deyiləm sxemindən, yəni yetərli deyiləm inancından, yetərsizəm inancından. Nəticə olaraq daxili boşluğun, tez bezmənin, depressiyanın artması və əlaqələrdə də qeyri-sabitliyin olması görsənir. Alfa nəslə gəldikdə isə alfa nəsildə kimlik parçalanması yaşanmır. Birbaşa kimlik formalaşmasına çatmadan orda məsələ bloklanır. Və bunun da səbəblərini burada qeyd etmişəm. Hal-hazırda hansı uşağın əlinə baxsaq, görürük ki, əlində telefon var və yaxud da heç hələ uşaq bilmir ki, telefon nədir. Valideynlər yemək yedizdirməyin dərdindən və yaxud da uşaq sakit olsun deyə telefonu verirlər uşağın əlinə. Və yaxud da uşaq saatlarla oturur cizgi filmə baxır, kompüterə daxil olur və bəzən deyirlər ki, uşaqlar bizdən çox bilirlər. Yəni bunun əsas səbəbi də uşaqların bu ekranlara tez atılmağıdır. Eee, və onlar baxdıqca müxtəlif şeylərə, o cizgi filmlər olsun, başqa filmlər olsun, seriallar olsun, nə baş verir? Hazır obraz görürlər və öz daxili obrazlarını yaratmağa imkanları olmur. Mənləri ümumiyyətlə formalaşmamış zəifləməyə başlayır. Ona görə də mütləq şəkildə uşaqları ekranlardan maksimum dərəcədə uzaq tutmağımız lazımdır. Başa düşürəm ki, hal-hazırda çətindir, valideynlər işləyir, gəlirlər, yorğun olurlar, dincəlməyə çalışırlar, uşağa çox vaxt ayıra bilmirlər. Amma gələcəyi düşünərək addım atmaq daha sağlam olar. Həddən artıq valideyn nəzarəti. Baxın, həm nəzarətsizlik çox olur mənim müşahidələrimə əsasən, həm də ki, nəzarət həddindən artıq olur. Və nəticə olaraq da uşaq bilmir ki, mən necə hiss eləməliyəm, mən nəyi sevməliyəm, nəyi sevməməliyəm, burda necə davranmalıyam. Yəni valideynlər və müəllimlər də necə olmaqdan ancaq danışa bilirlər edəndə də. Amma lazımdır ki, bunu göstərsinlər. İzah eləyə bildim? Çünki siz bunu göstərəndə onlar daha yaxşı bunu başa düşürlər. Daha sonra emosional tənzimlənmə zəifliyir. Burada da yenə səbr az olur, frustrasiya toleransı aşağı olur. Mən kiməm sualından əvvəl mən nə hiss edirəm, sualına ümumiyyətlə cavab olmur. Yəni hissləri yenə də valideyn olaraq, müəllim olaraq biz uşaqlara öyrətməliyik, yəni öyrətməyimiz lazımdır ki, onlar bu sualı özlərinə verə bilsinlər və necə hiss elədiklərini bilsinlər ki, özlərini də bayaq dediyim kimi tanıya bilsinlər.
Eee, Klinik və gündəlik həyatda görünən əlamətlərə nəzər salsaq, mən burada Z və alfa nəsli üçün bir neçə punkt qeyd etmişəm. Z nəsli tez-tez fikir dəyişir, həyat planı dəyişir, münasibətlərdə kimliyini çox təəssüf ki, itirir, özünə yadlaşma hissi çox olur, daxili boşluq çox olur. Alfa nəslində isə güclü xarici təsirə açıq olurlar, öz fikirlərini ifadə edə bilmirlər. Yenə bu da ekran asılılığından irəli gəlir, çox baxmaqdan irəli gəlir. Emosional olaraq partlayışlar daha çox görülür və özünü tanıma daha aşağı səviyyədədir. Psixoloji nəticələri nə ola bilər kimlik parçalanmasının? Depressiya, təşviş pozuntuları, davamlı narahatlıq, özünə güvənsizlik, münasibətlərdə asılılıq, fərqi yoxdur, romantik və yaxud da dostluq münasibətləri və manipulyasiyaya açıq olmaq, yəni tez təsir altına düşmək. Kimliyi zəif olan insan başqasının kimliyində yaşamağa daha meyllidir. İlkin olaraq başlayanda da bu cümləni zaten işlətmişdim. Və problem əslində bir yerdə baxanda da nəsildə deyil, şəraitdədir. Hər ikisinin oxşar xüsusiyyətləri daha həssas olması, daha sürətli adaptivlik, amma daxili dayaqlarının zəif formalaşmasıdır. Və burada ən əsas məqamlardan biri qoruyucu faktorlardır. Necə eləyə bilərik ki, bu xüsusiyyətlər olmasın və yaxud da daha az zərər vursun? Emosional olaraq təhlükəsiz valideyn-uşaq münasibəti olmalıdır öncəliklə. Yəni hər bir şey əslində ailədən başlayır. Əgər ki, ailə içərisində valideyn-uşaq münasibəti sağlam şəkildə, təhlükəsiz şəkildə qurulursa, bu zaman digər məsələlər də daha az özünü göstərəcəkdir. Uşağın dinlənilməsi və seçiminə hörmət edilməsi çox mühümdür. Real münasibətlər və oyun təcrübəsi. Real münasibətlər deyəndə, yəni bunu nəzərdə tuturam ki, o qədər sosial media, ekranlara doğru belə deyək də maraq artır ki, artıq demək olar ki, real münasibətlər çox aşağı səviyyəyə düşür. Evin içində insanlar bir-birlərini danışdırmırlar, yəni uşaq valideynlə ünsiyyətdə olmur, özünə qapanır və bu da başqa fəsadlara gətirir, çıxarır. Hətta yaxınlarda bilmirəm, gördünüzmü o xəbəri yoxsa yox, bir yeniyetmə intihar etmişdi və onun rəsmləri arasına baxanda orada çox qəribə, qorxulu şəkillərin çəkildiyini görmüşdülər. Ona görə də yəni tez üstünə düşmək lazımdır bu məsələlərin. Oyun təcrübəsi daha çox ekran başında olmaqdansa 6 yaşına qədər zaten uşağın oyun mərhələsidir. Oyunlar oynanılmalıdır, həm uşaq tək başına, həm valideyn olaraq, müəllim olaraq siz yəni bağçada məsələn işləyirsinizsə, bunu təmin eləməyiniz lazımdır. Səhv etməyə icazə verilən mühit və səhv edilmənin yanlış bir şey olmadığını uşağa öyrətmək, əksinə bir səhvi dəfələrlə etməkdənsə, oradan nələrsə qazanmaq və dərs götürmək, bunu öyrətmək lazımdır. Və olduğun kimi dəyərlisən mesajı, bunu da əvvəldə bildirmişdim ki, çox vaxt uşaqdan gözlənilir ki, nəsə bir uğur qazansın, yaxşı bir iş görsün, universitetə girsin, testdən yüksək bal yığsın və sair. Ondan sonra hə, mənim üçün dəyərli olacaqsan, mən səni çox istəyəcəm, mən sevəcəm kimi mesaj ötürmək qarşı tərəfin daha çox mükəmməliyyətçi olmasına və mükəmməliyyətçilik də əgər
aranızda bu hissi keçirən olubsa çətin bir şeydir. Çünki daimi olaraq nəsə edirsən, amma yetmir sənə. Daimi olaraq özünü natamam hiss eləyirsən ki, nə oldu, yəni niyə yetə bilmirəm, niyə daha yaxşı eləyə bilmirəm. Bu da belə. Baxım mesaj varmı chat bölməsində? Göstərici yaşlamağa verilən effekti deyilir. Frustrasiyanı yaxşı təsvir edən Tolstoydur. Anne hansı kitabları məsləhət görürsünüz daxili inkişaflar üçün? Hı hı. Eee, Bunu deyəcəm ən sonda Sevinç xanım. Əgər ki unutsam xatırladarsınız. Zaten bitiririk yavaş-yavaş. Eee, hı hı. Və kimlik, parçalanması çox vaxt insanın tək başına həll etməli olduğu bir məsələ deyil. Bu mövzu ilə seanslarda fərdi işləmək mümkündür. Ona görə də əgər özünüzdə və ətrafınızda bu məsələlərin, hal-hazırda danışdığımız məsələlərin aktual olduğunu görürsünüzsə, mütləq şəkildə bu məsələlər sizin gündəlik həyat fəaliyyətinizə daha çox zərər vermədən üzərinə düşməyiniz lazımdır. Bunu belə izah edeyim. Məsələn, dişiniz ağrıyır və üstünə düşmürsüz. O ağrı zamanla çirk etməyə başlayır dişinizdə. Daha sonra yavaş-yavaş şişir və bir də baxırsınız ki, ağzınız, çənəniz nə boyda olub. Eynilə psixoloji məsələlər də belədir, psixoloji narahatlıqlar da belədir. Əgər ki, özünüzdə, ətrafınızda və yaxud da kimdəsə hər hansı bir narahatlıqları görürsünüzsə, ona psixoloji seansların əslində faydalı olduğunu, nəinki zərərli olduğunu izah etməyiniz lazımdır. Çünki cəmiyyətimizdə təəssüf ki, hələ də bu fikir irəli sürülür ki, psixoloqa gedən dəlidir, dəli həkimidir, psixoloq və sair. Amma bunlar sadəcə bir mifdir. Zaten özünüz əgər ki, terapiyada iştirak etmisinizsə, aranızdan kimsə və bu proses həqiqətən də doğru şəkildə qurulubsa, faydalarını da böyük ehtimal ki, görmüsünüz. Mən burada əlaqə nömrəmi və Instagram səhifəmi qeyd etmişəm. Müxtəlif kontentlər paylaşıram. Sizin üçün faydalı ola biləcək. Başqa suallarınız da olarsa yaza bilərsiniz mənə. Çox təşəkkür edirəm hər birinizə. Artıq biz 1 saatdır ki, sizlə bir yerdəyik və düşünürəm ki, sizin üçün də maraqlı oldu. Eynilə mənim üçün də çox maraqlı oldu sizləri tanımaq. Mən burada ekranı paylaşmağı dayandırmaq istəyirəm. Dayandırdım deyəsən. Belə, kitablara gəldikdə isə bir çox kitablar tövsiyə edə bilərəm. Bunlardan, birincisi də elə istəyirsinizsə mən bir dəqiqə burada göstərim. Çünki, belə daha yaxşı olacaq deyə düşünürəm. Çünki bəzən mən verəndə, belə tövsiyələr yenidən suallar yaranır ki, hansı kitab idi və sair. Mən məndə olan kitabları deyəcəm, çünki oxumadığım kitabı istəmirəm, bildirim, yəni deyim sizə. Bir çox kitabdır, əsas mənim üçün maraqlı olanları göstərəcəm. Aha. Deməli, öncəliklə, müəllimlər üçün düşünürəm ki, bu, maraqlı bir kitab olacaq. Masaru Ibukanın "Bağçada artıq gec olacaq" kitabıdır və həmçinin aramızda valideynlər varsa, onlar üçün də faydalı olacaq bu kitab. Burda ümumiyyətlə uşaqlara necə davranmaq lazımdır, hansı yaşlarda
hansı formada davranmaq lazımdır. Əsas bunlardan söhbət gedir və əslində daha erkən yaşlarından uşaqların inkişafına başlanılsa, onların həyatında hansı uğurlar, hansı yaxşı şeylər baş verər, bunlar üzərindən danışılır. Ona görə bunu tövsiyə eləyə bilərəm sizə. Daha sonra oxuduğum kitablardan Louisa Hay'in 21 Günə Həyatını Dəyiş kitabıdır. Bu kitab da mənə maraqlı gəlmişdi. Bunu çoxdan oxumuşam əslində. Burda həm də praktiki olaraq tapşırıqlar var. Yəni həm oxuya biləcəksiniz, həm də ki, günbəgün tapşırıqlar edə biləcəksiniz. Özünüzə dəyərlə bağlı, özünüz haqqında müxtəlif mənfi fikirləriniz, rəyləriniz, daimi olaraq məsələn özünüzü tənqid eləyirsinizsə, bunları aradan qaldırmağınız üçün metodikalar var. Ümumiyyətlə Louisa Hay'in mən kitablarını çox bəyənirəm və əgər hekayəsini dinləmisinizsə, Louisa Hay özü xərçəng xəstəsi olub və öz metodikalarından özünü sağaldıb. Bu arada digər bir kitabı da var. Sən həyatını yaxşılaşdıra bilərsən. Bu kitabı da çox möhtəşəmdir. Ondan sonra üzrlü sayın. Enneagram kitabı var ki, bunu da çox bəyənirəm. Hansı ki, bayaq şəxsiyyət tipləri ilə bağlı Anar bəydən bir sual gəlmişdi. Bizim müxtəlif mizaçlarımız var. Buna Azərbaycan dilində temperament deyilir, səhv etmirəmsə. Yəni temperament tipinizi aşkar etmək üçün, özünüzü daha yaxşı tanımağınız üçün bu kitabı tövsiyə edirəm sizə. 9 tip ümumiyyətlə var burada. Daha sonra Valeri Sinelnikovun belə bir kitabı var. Öz xəstəliyini sev kitabı. Bu da çox maraqlı kitabdır. Hansı ki, bu kitabda siz həm müxtəlif hisslərinizin, emosiyalarınızın aşırı olması sizdə hansı fəsadları törədə bilər, məsələn, paxıllıq, kin, həsəd və sair. Və dünya haqqında ümumiyyətlə anlayışlar burada çoxdur. Həm də müxtəlif xəstəliklər haqqında var ki, siz bu xəstəlikləri də oxuyaraq belə deyək də, nə baş verəndə bu xəstəlik yaranır, bunun haqqında maariflənə bilərsiniz. Həmçinin real кейslər də var. Yəni Valeri Sinelnikov özü həkim olub, həm də ki, psixoterapevt olub. Və kitablardan biri yenə də Bağlanmadır adı bu kitabın da. Bu kitabda da bizim münasibətlərimiz, bağlanma stilimiz, ümumiyyətlə nə baş verir ki, biz münasibətlərdə daim tərk edilirik ya da ki, daim bizi önəmsəməyən insanlarla rastlaşırıq ya da ki, xəyanət edən, yalan danışan və sair. Bu bağlanma kitabında bunların cavabını tapa bilərsiniz ki, bizim bağlanma stillərimiz həyatımıza necə təsir göstərir. Bu da belə. Kitablar çoxdur. Mən yenə də burada kimsə yazmışdı, qrupa göndərərsiz. Adlarını digər kitablarını da göndərərəm sizə. Başlayarsınız, hansı diqqətinizi çəkirsə oxuyarsınız və ümid edirəm ki, sizə faydalı olacaq. Belə, başqa bir sözünüz, sualınız yoxdursa, sizin fikirlərinizi alım. Necə keçdi sizin üçün bu dəqiqələr? Nələri öyrənə bildiniz? Maraqlı oldumu? Mükəmməliyyətçilik özü xəstəlik sayılır. Xəstəlik deməyək də, Anar bəy, narahatlıq deyək. Psixoloji narahatlıq. Psixoloqa gedənlərin əslində psixoloqa ehtiyacı olmayan insanlardır. O insanlar psixoloqa vadar edib göndərən insanların psixoloqa ehtiyacı var.
Biraz fəlsəfi baxış oldu, ancaq əminəm fikrimi çatdırdım. Bəli, Mehriban xanım, belə bir hətta deyim var ki, yəni siz dediyiniz kimi də əslində psixoloqa gələnlər, onlar əsl narahatlığı olan şəxslər deyillər. Əsl psixoloqa getməli insanlar, onları xəstə eləyən insanlardır. Çox sağ olun Aysun xanım. Həqiqətən çox faydalı və dəyərli idi məlumatlarınız. Əla. Çox təşəkkür edirəm. Buyurun, mən də çox təşəkkür edirəm. Sizlərlə tanış olduğuma çox şad oldum. Ümid edirəm ki, dediyim kimi sizə də maraqlı və faydalı oldu. Gecəniz xeyrə qalsın. Gələn seminarlarda görüşənədək. Sağ olun. Aysun xanım, dəvətimizi qəbul etdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Düşünürəm ki, təlimdə iştirak edənlər ümumiyyətlə kimlik parçalamasının nə olduğunu, Z və alfa nəslinin psixologiyasını qavradılar və onlar üçün də demək faydalı oldu. Təlimdə iştirak edənlər sertifikat əldə etmək üçün mənə müraciət edə bilərlər. Eyni zamanda video qeydi də almışam, paylaşacağam. Siz də əgər PDF-i və kitabalarını paylaşmaq istəyirsinizsə, mən də onları göndərərəm qrupa. Növbəti təlimlərdə görüşənədək gecəniz xeyrə qalsın. Sağ olun, gecəniz xeyrə.